Yolu da asfaltdır buranın yani. Sadece bir evin 20 metre kalmış bir asfalt başlıyor. Pilləkən də fiqurludur. Böyle geniş dəhlizi var. İkinci mərtəbə parketdir. Əlavə də 2 otağı var, 2 yataq otağı. Bu birinci yataq otağı. Bəli. Bu ikinci yataq otağı. Burada bir problem görürəm. O problem o yuxarıdan Evet. açıq olub qapı. Bəli. Su vurub da, yəni belə Qapı açıq qalıb. Hə. Yəni damdan sızma su deyil. Yox, sızma deyil. Yəni nəmişlik falan burada belə bir şey yox. Yoxdur, bəli. Onun da qarşısı alınıb sonra. Bunu da göstərərəm ki, izləyicilərimiz tam məlumatlı olsunlar. Yerdə görürsə heç bir problem yoxdur. Sonra belə buranın ayrıca sümükləri. Burası. Bəli. Bura aydındır ki, yer betondur. Gözəl. Yuxarıda bizdə nə var? Yuxarıda 3-cü mərtəbə nailət kimi bir də əlavə belə bir mansartdır. Göz monolitdir. Bundan önce baxışda gördüğünüz kimi geniş. Bəli. Bu da mansart. Burada mansartdır. Yəni bura monolit və təkrarssız olması, yəni qaldırılır özü. Bəli. Üstündə yeni düşünür var. Bəli, ehtiyac olsa orada da bir otaq mansart ne olar. Emin Bey, Hər bir sağ olun. buranın yoldan məsafəsi nə qədər olar?